Bir də hər vaxt xeyir olsun dəyərli qrup üzvləri. Dedim ki, bu 17 dollarlıq bir yüksəliş oldu və biz təbii ki, keçən səfər də paylaşmışdıq. Biz 1 lotla, 5 lotla, 10 lotla verəndə bizim qrupun üzvləri biraz özlərini yaxşı hiss eləmirlər. Deyirlər ki, böyük lotlarla qazanmaq daha asandır. Ona görə də bu gün çalışdım ki, bu hesabda kiçik lotlarla açım. Keçən səfər gördünüz ki, 1 lot, 5 lot, 10 lotla əməliyyatlar açdıq və gəlirləri də göstərdi. Bu gün ən kiçiklərlə vermişik uşaqlar. Demək, baxın 63 dollarlı bir gəlir. Diqqətlə baxın, 5002-də, 5003-də vermişik, 5005-də. İlkin alışlar 4997-dən gəldi, erkən alışlar. 4999-larda da vermişik, 5000-lərdə də vermişik əməliyyatlar. Biz bir partiya əməliyyatları bağladıq. Yenidən bu nöqtədə əməliyyat açdıq. 5000 deyək ki, 13-lərdə, 14-lərdə əməliyyat açdıq və yenidən yüksəlişləri gözləyirik. Yəni satış əməliyyatları gəlsə belə biz 5005-lərdən satış verib, yəni qiymət 3 bucağa qədər, yəni bu hissəyə qədər, yəni 13 dollarla bir enişlə nəticələnməsi gözlənilə bilər. Yəni ona görə biz yəni tərəddüdlə yanaşmamalıyıq. Yəni cəld hərəkət eləməliyik, çevik hərəkət eləməliyik. Belə, yəni ümid edirəm mənim sözlərim o 2 nəfərin xətrinə dəymədi, əzizlərim. Yəni hər zaman məqsəd o deyil. Yəni siz gəlin məndən təlim götürün. Yəni başqa yerdən təlim götürün. Heç bir fərqi yoxdur. Əsas odur ki, Forex-i anlaya bilərsiniz. Hər kəs Siqnal kanalına dedim ki, ərəblərin bir kanalı var. Ərəblərin deyil, Azərbaycanlıların da ərəb adı ilə verirlər orada. Yəni bütün siqnallar da kəlləməayaq gedir. Yəni bir çoxları da düzgün deyil. Stop losslarla bağlanır. Heç kim də heç nə deyə bilmir. Nə üçün? Çünki elə bilirlər ki, ərəblərin dilində. Nə deyəcəklər ki? Uzaq başı oradan çıxarlar. Bir çoxları da pul qazanıb 3000, 5000, 10000 dollar hesabı olan insanlar pulsuz kanal axtarır, əzizlərim. Yəni bu hansı məntiqə əsaslıdır, mən bilmirəm. Yəni sən pul qazanmaq istəyirsən, pulsuz siqnalı, yəni nə edirsən? Yəni pulsuz siqnal sənə nə verəcək? Yəni mümkünsə, yəni ödənişli kanallara sən qoşul ki, orada nəsə əldə edə bilərsən. Nəsə bizim alışlarımız yenidən gəlirdədir uşaqlar. Yəni biz bir partiya bağladıq, ikinci partiya açdıq əməliyyatlarımızı. Hamısının xeyirli olsun, düşərli olsun. Öpürəm sizi. Biz elə bir ki, burada bu hesabda yəni kiçik lotlarla veririk. Yəni bizim orada 300-500 min dollar olan hesabı, depozitdə olan hesabı idarə edən şəxslər var. Onlar üçün təbii ki, biz icazə vermirik ki, 0,1-dən çox girsinlər bazara. Çünki təhlükəlidir. Belə əzizlərim, bugün də ilkin əməliyyatlarımız xeyirlə nəticələndi və biz burada Siqnal kanalında yazdıq ki, demək, qızılın 5000-də verdiyimiz pay 17 dollar gəlir, hətta 18 dollar gəlir verdi. 1 dollarla belə sığortalanmayanlara deməyə sözüm yoxdur. Belə bir statusdan paylaşıblar. Operatorları mən dedim, onlar yazıblar. Demək, həqiqətən sığortalamağa dəyər uşaqlar gəlirləri, çünki ziyana getməsin. Yəni, hər zaman gördüyünüz kimi siqnalları biz paylaşırıq, bütün siqnallar ən azından az da olsa gəlirləri verir. Yəni, dünən 22 dollar gəlir verdi, mükəmməl idi. Bugün deyək ki, 18-19 dollar bizim elə bir şey, hələ ki 5000-də açdığımız 19 dollar, hətta 20 dollar indi olacaq gəlir verir. 19.87 demək olar ki, 20 dollar olar. 20 dollar oldu. Yəni gəlir verdi. Bir çoxları bağlayıb, baxın 20 dollardır. 20 dollardan uşaqlar 1 lotdan 2000 dollar edir. Bu super məbləğdir. Yəni gün ərzində bu məbləğ, yəni həqiqətən həftə ərzində 10.000 dollar edir. Bu da ay ərzində 40.000 dollar edir uşaqlar. Yəni mükəmməl bir rəqəmdir. Belə, hamınıza uğurlar arzulayıram. İnşallah 24-ü təlimimiz var uşaqlar, pulsuzdur. Gələ bilərsiniz, qoşula bilərsiniz. O kimsə buy stop, sell stopları bilmir, onlara da aiddir. Gəlin qoşulun.